9-da 197 bal yığmışam, 11-də nə qədər yığa bilərəm? Birbaşa cavab 280-in üzərində bal toplaya bilərsən, amma 600-ün üzərində bal toplamağın sual altındadır. Məntiqlə düz gəlmir, hə? Bax, bu videoda məhz bunlara toxunacaq. Buraxılışda 80-90% nəticə göstərən şagird niyə 600-ü keçə bilmir? Bax, birinci səbəb elə problem başlayır 9-cu sinifdən. Son 9-da uşaq yığır 200 bal. 11-də də fikirləşir ki, mən 250-ni keçərəm. Gəlir 270 yığır. O 270 bunun hardasa arxayınlığına səbəb olur. Mən ümumi vəziyyət deyirəm. Mən asılıb bu adamdan danışmıram. Ümumi olaraq deyirəm. Və gəlir 270 bal toplayır 11 buraxılışında. Deyir, blokdan da 300 toplasam, qəşəng balım var da, 350 də oradan gəlsə, bomba kimi. Amma problem nədir? Gəlmir. Birincisi 9-da 11-dəki buraxılış balına arxayınlaşır və fikirləşir ki, blok da bu cür olacaq. Blok buraxılışın tam tərsi olaraq olduqca çətin düşür və gəlir sənin balın yaxşı buraxılış balın olduğu halda ümumi toplamda 450-500 balın olur ya olmur. Bu necə ola bilər? Sən də özünü 600 bala hazırlamışdın. Bunun səbəbi blok. Blok fənləri təbii olaraq çətin olmalıdır. Çünki blokda bir şagirdin, yəni güclü və zəif şagirdi rahat müəyyən etmək olur. Yoxsa riyaziyyat bilən şagird onsuz Azərbaycan dili oxuya bilir, mətnləri yazmaq olur. İngilis dilini onsuz da əksər uşaqlar bilirlər, o qədər çətin düşmür və deməli buraxılışdan 200-dən artıq bal toplamaq o qədər çətin bir şey deyil. Biraz da çox çalışıb 270-dən yuxarı bal toplaya bilirsən, amma blokda bu ola bilmir. Onun üçün siz blok fənlərinizi öncədən möhkəmlətməlisiniz. 9-cu sinifdən başlayaraq 2 blok fəni, 1 blok fəni seçərək 3-cü qrupla Azərbaycan və tarixi, 1-ci qruplar riyaziyyat və fizikanı, sonra 2-ci qruplar coğrafiya, riyaziyyat, 4-lər onsuz da hamısını oxumalıdır. Yəni əsasən kimya, biologiya gücü verməlidir. Və blok fəninin möhkəm olandan sonra sənin 600 balın rahat gələcək. Heç nədən qorxma. Amma blok fənləri yaxşı olmalıdır. Belə, ona görə bütün gücünüzlə blok fənlərinə indidən güc verin, 9-cu sinifdən güc verin, 10-cu sinifdən güc verin. Yay boyda biz sizə necə kömək eləyə bilərik? Yay paket dərsləri düzəltmişik. Hansı fənni sizə bir çox fənləri alırsan paket olaraq. Məsələn, tarix, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat aldın paket dərsi, bir dəfə alırsan, 2 ay, 3 ay ona baxa bilirsən. Aldın paket dərsi, ödəniş elədin, bütün dərslər olur əlinin altında. Hər gün 3-ünə, 4-ünə, 5-ünə bax, istədiyin yerdə, istədiyin saatda. Baxırsan testləri, işləyirsən, dim izahlarına baxırsan, mövzu izahlarına baxırsan, hazır bir müəllim telefonda olur sənin üçün. Yəni danışan kitab, amma gözəl bir şəkildə, izahlı şəkildə bütün dərslərə baxa bilirsiniz. Qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Videonu da izləməyi unutmayın. Sağ olun.